Milli Məclisin üzvü Bəhruz Məhərrəmovla həmsöhbət olacaq. Salamlayıram sizi Bəhruz bəy. Hər vaxtınız xeyir olsun. Az öncə qeyd elədiyim məqam düşünürəm ki, müharibə şəraitində önəmli məqamlardan, önəmli məsələlərdən biridir. Hibrid müharibənin olması, informasiya, yalan dezinformasiyaların olması. Çünki nəzərə alsaq ki, ölkənin rəhbərlərindən söhbət gedir. Əgər onların öldürülməsi bir növ ruh düşkünlüyü də yarada bilər, ya da ki, qarşı bir tərəfdən əks hücuma keçib müharibənin gedişatını, seyrini də dəyişə bilər deyilir. Sizin fikirləriniz necədir, xüsusilə də Netanyahu ilə bağlı məqamda? Bilirsiniz ki, İran, İsrail, Amerika Birləşmiş Ştatları arasındakı müharibə 18-ci günündə xüsusi gərgin bir perioda qədəm qoyub. Eyni zamanda biz hibrid bir müharibənin, informasiya savaşının şahidiyik. Həmçinin hibrid müharibə, informasiya hücumları, eyni zamanda real hücumlarla da müşahidə olunur. Bütün bunlar təbii ki, dünya tarixində yeni bir münaqişə ap-havası meydana çıxarır. Hansı ki, indiyə qədər biz informasiya savaşının da eyni zamanda real hərbi qarşıdurmanın da bu səviyyədə, bu formatda davam etdiyini heç vaxt şahidlik etməmişdik. Bilirsiniz ki, eyni zamanda İranın da, İsrailin də kiber, demək olar gözlərinin bütün kiber ehtiyatlarını dövrəyə soğublar və biraz öncə bilirsiniz ki, artıq görüntülər yayıldı. İranın kiber strukturlarının əsas binalarından biri hədəf alındı. Eyni zamanda İsrailin mövcud qanunvericiliyi bilirsiniz, hücumlarla bağlı, hədəf alınan yerlərlə bağlı videoların yayılmasını qadağan etsə də, istənilən halda İsraildən də yayılan videolar İranın qarşılıqlı zərbələrinin vurduğunu göstərməkdədir. Həmçinin İran artıq bəyan edir ki, özünün köhnə ehtiyatları tükəndiyi üçün deməli, növbəti nəsil raketlərin istifadəsinə artıq start verəcək. Yəni, vəziyyət olduqca kifayət qədər gəlizdir, vəziyyət olduqca kifayət qədər gərgindir, amma sizin qeyd etdiyiniz məqam burada əsas psixoloji üstünlüyü əldə etmək istəyirlər. Məhz liderlərin deməli, sıradan çıxarılması ilə. Ortada bilirsiniz ki, artıq bir nümunə, bir təsdiqlənmiş nümunə var. İsrail tərəfinin hücumları ilə fevral ayının 28-də İranın ali dini lideri öldürüldü və ondan müəyyən müddət, qısa müddət sonra eyni cavab tədbiri ilə İranın cavab tədbiri gördüyünü və İsrail liderini artıq belə deyək ki, məhv etdiyi ilə bağlı iddiaları qəti şəkildə iddialarında israr etməkdədir. Bundan sonra bilirsiniz ki, artıq deməli, süni intellekt videoları dövrəyə girib. Artıq bilirsiniz, həm də nəzərə alaq ki, bu videolar bizim gündəlik həyatda qarşılaşdığımız proqram təminatları ilə hazırlanan videolar deyil. Bunlar istənilən halda hər müdafiə qabiliyyəti, hər bir halda orada istifadə olunan texnologiyalar, adətən gündəlik həyatda istifadə olunan texnologiyaları dəfələrlə qabaqlayır. Və indiki məqamda süni zəka da məhz həmin texnologiyalarla hazırlandığı üçün açığı reallıq nədən ibarətdir artıq bütövlükdə ictimaiyyət o reallıq hissini itirib. Əlbəttə, İsrail tərəfinin addımları başa düşüləndir. İsrail tərəfi Netanyahunun hər hansı formada görüntüsünü yayımlamamaqla və yaxud İranın süni zəka olduğunu iddia etdiyi videolar, bütün bunlar yüksək təhlükəsizlik tədbirləri də sayıla bilər. Bilirsiniz, eyni zamanda İranın yeni lideri ilə də bağlı analoji məsələlər gündəmdədir ki, müxtəlif xəbərlər yayılır. Onun Rusiyada olması ilə bağlı, onun komada olması ilə bağlı. Yəni, indiki halda bir daha deyirəm, müharibələr tarixində, istər birinci, istər ikinci dünya müharibəsi tarixində, istər sonraki dövrdə birbaşa informasiya savaşının davam etdiyi soyuq müharibə tarixində hələ indiyə qədər bu tip hibrid qarşıdurma ilə bütövlükdə dünya əhalisi qarşılaşmamışdır. Yəni, müharibə sadəcə cəbhədə deyil, həm də digər istiqamətdə də davam edir deyirsiniz. Bəhruz bəy, bəs yaxşı, müharibənin gedişatından danışsaq, baş verənlərdən, öldürülən yüksək rütbəli şəxslərdən danışsaq, söhbət təbii ki, hər iki tərəfin zərərindən gedir, ancaq belə görünür ki, ən çox İran tərəf zərər çəkib, məhz hücumlar nəticəsində fevralın 28-dən ta bugünə qədər olan müddətdə. Sizin təhlilləriniz necədir? Ortaq bir məxrəcə gəlmək, atəşkəs kimi, razılaşma kimi bir ehtimalı görə bilərmi? Çünki İran tərəfi bunu tamamilə imtina elədi. Donald Trump da dünən dedi ki, İran tərəfdən bir təklif gəlib, Araqçı da onu təqzib elədi. Yaxşı, ortaq məxrəcə gəlinsə, hansı tələblər bu dəfə işə düşəcək?
Bilirsiniz, heç bir müharibə əbədi davam etmir. Heç bir müharibə sona qədər silahlı əməliyyatlar, silahlı qarşıdurma ilə davam etmir. Əlbəttə, burada da müəyyən mənada ortaq yol tapılacağı ilə bağlı danışmaq mümkündür. Amma nəzərə alaq ki, indiki məqamda, hazırki şəraitdə bu barədə danışmaq çox tezdir. Hər iki tərəfdən qızışdırıcı məqamlar var və hər iki tərəfin məğlubiyyət anlayışı tamamilə fərqlidir. Nəzərə alaq ki, İran, Amerika Birləşmiş Ştatları və İsrail üçün başqa dövlətlərlə qarışıq salınmamalıdır. İran kifayət qədər ciddi ehtiyatları, ciddi müdafiə qabiliyyətinə olan bir dövlətdir və İranın yalnız yerüstü bazaları İranın gücünü ehtiva eləmir. İranda eyni zamanda çox güclü ideoloji əsaslar var, hansı ki o əsaslar digər ona hücum edən dövlətlərdə həmin əsasları biz görmürük. Həmçinin ola bilsin ki, texnika, texnologiya, hərbi hava qüvvələri və s. Bunlarla bağlı İranda ciddi çatışmazlıqlar var. Büdcələrini müzakirə etsək, əlbəttə ki, İran büdcə, hərbi büdcə baxımından xeyli ucuzdur, amma bir daha deyirik, bu açıqlanan məqamlardır. Digər tərəfdən, indi Amerika Birləşmiş Ştatlarının özü də, əgər ilk günləri cənab Trump qeyd edirdisə ki, biz gündəliyi qabaqlayırıq, artıq bununla bağlı mövzuları biz artıq arxa planda qaldığını görürük. Əksinə, o ildırım sürətli hücum, şir nərəltisi kimi ifadə olunan anlayışlar var idi. Bunlar artıq demək olar ki, kölgəyə keçib artıq və nəticə etibarilə görünən odur ki, İsrail özü də, Amerika Birləşmiş Ştatları özü də sanki İranda bir bataqlığa düşdülər. Təbii ki, İranın indiki məqamda hansısa qələbəsi fonunda danışmağa ehtiyac yoxdur. Çünki hər üç dövlət sözün əsli mənasında müharibənin bataqlığındadır və istər Misirin, istər Omanın bilirsiniz ki, vasitəçilik cəhdləri hər hansı formada ümumiyyətlə xoş qarşılanmır. Amerika Birləşmiş Ştatları bugün danışıqlara İran üzərində təzyiq vasitəsi kimi baxır və sanki İran məğlub olub və imdad istəyir kimi təqdim edir. Təbii ki, İran da bununla razılaşa bilməz. Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının özünün ənənəvi müttəfiqləri Birləşmiş Ştatları tamamilə bir kənarda qoyub. Amerika Birləşmiş Ştatlarının regionda bazalarını yerləşdirdiyi ölkələr özləri mümkün qədər İranla qarşılaşmamağa çalışırlar. Eyni zamanda İsraillə bir sırada olmamağa çalışırlar ərəb ölkələri. Yəni, kifayət qədər gərgin bir mühit, kifayət qədər gərgin bir dövrdür. İndiki halda düzü diyaloq barədə danışmaq çox tezdir. Amma istənilən halda təbii ki, istənilən müharibənin də sonu diyaloqdur.